Hə. 5 il sonra mən. İlk öncə salam, necəsən? Ümid edirəm yaxşısan, hər şey yaxşıdır, qaydasındadır. İndiki mən işdən qovuldum və maaşım verilmədi. Maaşım 1 ay 10 gün sonra veriləcək. 5 il sonraki mən maaş verildimi? Ən maks dərdim. Nəysə, zarafat marafat. Ümid edirəm arxlayıbsan, çox qəşəng fit bədən yığıbsan, əgər intihar eləməyibsənsə, həqiqətən hələ də həyatda yaşayırsansa, 5 il izində başına çox bir iş gəlmədisə, ümid edirəm ki, yaşayırsan və bu videonu cavabı olaraq başqa bir yerdə çəkərsən və yaxud da ağlaya-ağlaya bunun story-ilə viral falan olarsan. Nəysə, 5 il sonra mən. Ümid edirəm arxlayıb və fit olubsan və çox burun əməliyyatı olubsan əsasda, yəqin ki, çox yaraşıqlısan. İndiki halınla belə yaraşıqlısan, ancaq nəysə. Nəysə. Aresim hələ də həyatındadır, yəni 5 il sonraki mən. Aresim hələ də həyatındadır, neyinir, yaxşıdır, kitab çıxara bildi, nəsə bir uğur, nailiyyət əldə eləyə bildi, yoxsa tamamən əlaqələriniz kəsildimi? Ümid edirəm kəsilməz, çünki sən həqiqətən ən yaxın dostumdur, dost deməyim, həqiqətən sənin yanında olan tək şəxsdir. Səni heç bir pis yola çəkməyən sadəcə odur. Ümid edirəm ki, o sənin həyatındadır. Sarı necədir? Ona qarır, neynir, nə qələt eləyir, qocaldı mı, öldü mü, işi necədir, fərqli kuklalar gətirdi mi? Əsas o. Ailən necədir, mimişim necədir, ailəvi problemlərin yoxdur ki, mimişim böyüdü-mü, dərsə gedirmi, yəni necədir, bunu da maraqla gəlirdi mənə. Və ek olaraq, sən şu an bir hekayə yazırsan və onun üzərində işləyirsən. Əsasən 5 hekayə yazırsan, biri cin çarpması, pişik necə öldürülür, hasat, ek olaraq da qaranlıq kelimələr. Yəni bunlardan hansını çap elədin və yaxud da yaza bildinmi, yoxsa fərqli bir romana mı keçdin? Bu mənə çox maraqlıdır. Neyiniyibsən, yəni kitab çıxara bildinmi? Instagram səhifəni böyüdə bildinmi? Yəni yeni kitablar ala bildinmi? Ən önəmlisi, sən şu an hardasan? Mən indiki gəlib, indi İstanbulda kimin evində baş aşağı məcbur şəkildə yaşayır. Bəs 5 il sonraki sən hardasan? Yəni öz evin varmı, yoxsa fərqli ölkədəsənmi? Yəni maraqlı gəlir mənə, həqiqətən maraqlı gəlir. Çünki 5 il sonra bu videonun davamını təkrardan çəkəcəksən və mənə yanıt verəcəksən. Bunu yaddan çıxarma. Daha sonra sevgilin varmı? Bir şeyler yaşayırsanmı, yəni əsas o nəysə, özüm də bilmədim nə deyəcəm, nəysə. Yəni sonra demə, ha burada nə fikirləşirmiş, görün, heç nə fikirləşmirdim. Ağlıma bir şey gəldi, yadımdan çıxdı. Daha sonra, yəni kitab çıxara bildinmi, çıxardınmı, yoxsa tanınmış bir yazıcı və yaxud da qrafik dizayner oldunmu? Bunlar da maraqlı. Əsas odur, öz nəşriyyat evin fəaliyyətdə də artıq, yəni kitab çap edirsən, millətin kitabını çap edirsən, digər yazıçıların kitablarını. Yəni bu da mənə çox maraqlıdır. Daha sonra sənlə nə danışmaq istəyirəm, nəyə etməyini istəyirəm. Maşın aldınmı? Hər zaman BMW-nin ən son modelini və yaxud da Tesla'nın ən son modelini istəyirdin. Bunları qovuşa bilibsən, yəni əlində o fürsət var və ek olaraq Göygöl tərəflərdən, işte Gəncə tərəflərdən həmişə üçbucaq evlər istəmiş, ancaq çox böyük, hədsiz dərəcədə böyük, yəni 5 otaqlı falan üçbucaq evlər keçirir. Onlar adını bəlkə gələcəkdəki intellektual gəlib bunları bilər. Şu anki avam gəlib heç nə bilmir. O evdən aldınmı və yaxud da ev aldınmı? Yoxsa hər hansısa bir kirədə mi qalırsan, ancaq həqiqətən daimi iş yerin varmı? Bunlar çox mənə maraqlıdır. Ümid edirəm ki, hamısını bacararsan, çünki şu anki gəlib əslində
Şu anki qəribdir hər şey. İndiki qərib də bacarıbdır hər şeyi. Yəni Azərbaycanda hansı gənclərdən birini adıla Google-a vuranda onun haqqında məlumatlar çıxır və ya da hansı gənc bir kitab çıxarıbdı. Yəni bəziləri çıxarıb, yəni uğurlu bir kitab. Yəni hansı həm yazıcısı, həm də qrafik dizaynerdir. Yəni şu an indi bizim 20'ye yaxın kitab dizaynımız var. Hesablayanda 20-25. Bəs 5 il sonra sənin nə qədər dizayn kitabların var? Yəni nə qədər dizayn kitab şeydir. Əsas odur, Photoshop proqramını öyrənə bildin. Bu Canva-da düzəltməkdən məni öldürdün vallahi sən. Həqiqətən mən öldüm bu Canva-da düzəltməkdən. Çapa göndərik, problem çıxır. Ay insan. Kompüteri öyrən. Xahiş edirəm kompüteri. Əsas odur kompüteri öyrən. Please. Please. Kompüteri öyrən. Başqa nə deyəcəkdim? Ev aldın mı? Maşın aldın mı? Pulun var mı? Yazıçısan mı? Yoxsa hər şeyin başını buraxıb o birisi yola mı keçsin körpü altına? Oradan mı qazanırsan? Yəni belə. 5 il körəki sorum mən. Səni həqiqətən çox sevirəm. İndiki qərib çox əyləncəli və çox neşəlidir. Ancaq o neşəni bəzi insanlar var ki, sömürür və yox eləyir. Ümid edirəm 5 il sonraki mən bundan daha əyləncəli olaram. Çünki həqiqətən ciddi insan olmaq istəmirəm. Heç bir şəkildə istəmirəm. Ümid edirəm həyat sənin üçün daima yaxşı olar. İstədiklərini bacararsan. Əsas bu dediklərimi elə 5 il sonra kamera qarşısına keçib salam, mən heç nə eləyə bilmədim demə. Çox xahiş edirəm bu sözü demə. Yəni heç bir şəkildə demə. Əsas o ailənlə aranı çox yaxşı tut. Yəni ailənlə, anan, bacın, balaca qardaşınla aranı çox yaxşı tut. Həqiqətən çünki sənə qalacaq tək şəxslər balaca qardaşınla yığışdır, anan və bacınla. Okay? Bax burada cin var. Ay gəlib yenə. Bura odakladı. Şu an ora odaklayır. Səbəb yoxdur. Şu an mən odaklandım. Neyse. 500 küraki sonra mən. Özünə yaxşı bax. Daima uğurlu ol. Əsas ol intihar eləmə. Yəni özünə qəsd eləmə. Çünki həyat həqiqətən çox qəşəngdir. Həqiqətən yaşamağa dəyər. Yəni bunu mən deyirəm ha. 8 ildir ağır depressiyonda olan və hər zaman gülən qərib deyir bunu. Əsla o fikirlər ağlından çıxar. Çünki həyat can şirin şeydir. Aresimin sözləri. Can şirin şeydir. Əsla özünü qıyma və yaxud da hər hansı bir dağdan və yaxud da hər hansı bir kəndədən özünü atma. Çox xahiş edirəm. Çünki həqiqətən çox uğurlarımız olacaq. Ümid edirəm ki, bunların heç hansını da eləmərsən. Ayda, təsəvvür eləyin ki, dediyimi eləyəmişəm. Editlər falan düzəldirsiniz mənə. Editlər falan düzəldirsiniz mənə. Neysə, elə bir şey əsla olmayacaq. Əsla. Bunu deyəndən sonra səhər gün öldürəm. Neysə. Özünə yaxşı bax. Ümid edirəm hər şey sənin üçün yaxşı olar. Təzə tatulardan zaddan nəsə var, onları da bir göstərərsən. Yunan mitolojik şeylərdən. 5 il körəki sonraki mən artıq 100-cü dəfə deyirəm. Səni çox sevirəm, özünə çox yaxşı bax. Çox yaraşıqlı, çox özgüvənli, əlindən də hər şey gələn, tanınmış bir yazıcı qrafik dizaynersən. Sadəcə pulun yoxdur. Kasatsan deyirsən, it yerinə qoyan yoxdur. 5 il körəki sonraki mən. Özünə çox yaxşı bax. Səni çox sevirəm, həddindən artıq çox sevirəm. İnşallah səsin çox ucalardan gələr. Hər zaman ailənin yanında, hər zaman dostlarının yanında olmaq ümidi ilə. Səni çox sevirəm, özünə yaxşı bax. Ay Allah, 10 dəqiqə bitmir. Neysə, bu 10 dəqiqənin içində başımızda qataq, çünki bir sözü 100 dəfə təkrar aradım, ay Qərif. Aşıq! Neysə, dayanmadım işte. Özünə yaxşı bax. Səni çox sevirəm. Həqiqətən çox sevirəm. Həqiqətən sən çox yaraşıqlı, özgüvənli və
səmimi, dürüst insansan. Səni çoxlu öpürəm.